Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni biologiya dərsliyindən həzm sistemi bölməsinin sonunda yerləşir ümumiləşdirici tapşırıqların izahını paylaşacağım. Eləsə birinci sualdan başlayaq. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin. Nazik bağırsaq mədədən sonra yerləşən şöbədirsə, nazik bağırsaqdan sonra yerləşən şöbə sual işarəsinin yerinə yazacaq yoğun bağırsaq. Mədədə zülalların parçalanması başlayırsa, karbohidratların parçalanması başlayır ağız boşluğunda. Yetkin insanın hər çənəsində kiçik yazı dişi 4 ədəddirsə, yetkin insanın hər çənəsində böyük yazı dişləri olacaq. O ümumiyyətlə böyük yazı dişləri 12 ədəd olur. Yetkin insanın ağzında 12 ədəd olur və üst çənədə 6, alt çənədə 6 dənə olur. Lizosim ağız suyu vəzləri, deməli, lizosim ağız suyu vəzlərinin tərkibinə daxildirsə, pepsin mədə vəzlərinin tərkibinə daxildir. Həzm kanalının ilk şöbəsi ağız boşluqdur, son şöbəsi yoğun bağırsaq və yoğun bağırsağın şöbəsi olan anusda yekunlaşır. Orqanizmin ən böyük vəzisi qaraciyərsə, həzm kanalının ən uzun şöbəsi nazik bağırsaqdır. İkinci suala baxaq. Düzgün ifadələri üstəgəl, səhv ifadələri isə çıx işarəsi ilə işarələyir. Baxaq. 1 qram yağın parçalanmasına 17,6 kJ enerji ayrılır. Bu yanlışdır. Çünki 1 qram yağın parçalanmasına 38,9 kJ enerji ayrılır. Zülallar bağırsaqda qlitserin və yağ turşularına parçalanır. Yanlış fikirdir. Çünki zülallar amin turşularına parçalanır. Qlitserin və yağ turşularına parçalanan isə yağlardır. Dəmir eritrositlərin tərkibinə daxildir. Doğrudur. Orqanizmin əsas enerji mənbəyi yağlardır. Yanlışdır. Əsas enerji mənbəyi karbohidratlardır. Kalsium duzları sümüklərin büyüməsini təmin edir. Doğrudur. C vitamini görmə pigmentinin tərkibinə daxildir. Yanlışdır. Görmə pigmentinin tərkibinə daxil olan A vitaminidir. Üçüncü sual. Şəkildə həzm sisteminin bir hissəsi göstərilmişdir. Hansı iki struktur bitki yağlarının həzmində iştirak edir? Bitki yağlarının həzmində iştirak edir öd, yəni mexaniki həzmində iştirak edir. Bu 3 ilə işarə olunur və eyni zamanda mədə-altı vəzidir ki, o da lipaza hazırlayır ki, lipaza da kimyəvi həzmində iştirak edir. 3, 5. Dördüncü sual. 1 və 4 rəqəmləri ilə hansı dişlər göstərilmişdir? Baxaq. 1 rəqəmi ilə göstərilib, deməli, kəsici dişlər. 2 rəqəmi ilə göstərilib, köpək dişi. 3 rəqəmi ilə göstərilib, kiçik azı dişi. 4 rəqəmi ilə göstərilib, böyük azı dişi. 5-ci sual. Ağız boşluğunda qida hansı dəyişikliklərə məruz qalır? 3 düzgün cavab seçin. Qidanın ağız suyu ilə islanması, bəli, bu onun mexaniki həzmini təşkil edir. Qidanın xırdalanması, bu da mexaniki həzmi təşkil edir və ağızda baş verir. Yağların parçalanması ola bilməz. Nişastanın parçalanması ola bilər. Zülalların parçalanması ola bilməz. 6. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın. Baxaq. Həzm kanalının genişlənmiş hissəsi mədədir. 3'ü yazırıq bura. Həzm kanalının ən uzun şöbəsi nazik bağırsaqdır. 1'i yazırıq bura. Klorid turşusu mədə şirəsinin tərkibinə daxildir. Buraya yazırıq 4. Deməli, bağırsaq xovlarının funksiyası qida maddələrinin sorulmasıdır. Buraya yazırıq 2. Suyun çox hissəsi yoğun bağırsaqdan sorulur. Burada yazırıq 5. 7-ci sual baxırıq. 1 və 3 rəqəmləri ilə hansı ağız suyu vəzləri göstərilmişdir? Deməli, 1 rəqəmi ilə göstərilib qulaq yanı, 2 rəqəmi ilə göstərilib dil altı, 3 rəqəmi ilə göstərilib çənə altı. 8-ci sual. 1 və 2 nömrəli şəkillərdə itin və qaramalı həzm sistemlərinin bir hissəsi göstərilmişdir. Hansı həzm sistemi qaramala aiddir? Cavabınızı əsaslandırın. Qaramalın həzm sisteminin quruluşu və onun qidalama xüsusiyyətləri ilə necə əlaqəlidir? Biz bilirik ki, it ətlə qidalanır, qaramal isə bitki ilə qidalanır. Ətin parçalanması, yəni ətin tərkibində olan zülalların parçalanması əsasən mədədə baş verir. Ona görə onların mədəsi daha yaxşı inkişaf etmiş olur. Amma qaramalda bitki mənşəli qida ilə qidalanır və bitki mənşəli qidaların parçalanması əsasən bağırsaqda baş verir. Yəni ümumiyyətlə bağırsaqda baş verir. Ona görə də bunların bağırsağı daha uzun olur və daha belə deyək də çox hissələrdən keçməlidir qida ki, yəni bu şəkildə olmalıdır ki, orada qida həzm oluna bilsin. Ona görə də burada cavabımız 2. Yəni həzm sisteminin quruluşu bu canlının qidalanması ilə əlaqəlidir. Hansı qida ilə qidalanırsa həzm sistemi də ona uyğun quruluşa malik olur. İzah bu qədər şagirdlər, hər biriniz uğurlar, sağ olun.